Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xanəndə Elnara Abdullayevaya ağır itki üz verib. Xəbər verilir ki, Müğənninin qaynanası vəfat edib. Dünən ailəmizin baş tacı, nəslimizin ağbirçəyi, nur üzlü, gülər üzlü ağamızı itirdik. Mama, Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, ruhun şad olsun deyə Müğənni kədərini paylaşır. Əfsanəvi Kərvan qrupunun yaradıcılarından biri olan Sevinç Kərimova vəfat edib. Xəbər verilir ki, bu barədə aparıcı Leyla Kuliyeva sosial şəbəkə hesabından məlumat paylaşıb. O bildirib ki, Sevinç Kərimova Kərvan qrupunun və Bakı Payızı müsabiqəsinin yaradıcılarından biri olub. Həmçinin bəstəkar Mikayıl Vekilovun həyat yoldaşı idi. Qeyd edək ki, Sevinç Kərimova ailəsilə birlikdə ABŞ-da yaşayırdı. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir verir.